Xüsusən də bu mart ayında, hansı ki fəsil dəyişən aydır, bir çox hallarda burun tutulmasıdır və onun kimi bir çox problemlər var ki, nəfəs almadadır. Təngi nəfəsliyi, burun tutulması, bu boğaz gəlmə ilə də bəli, onlar üçün nə məsləhət görərdiniz? Bir də sadəcə boğaz gəlmə məsələsidir. Yəni hava isti kimi göstərir özünü, nəzik geyinirsən, çıxırsan, 2 saat sonra dəyişir soyuğa doğru və sən əvvəl isti nəfəs alırdın, reski soyuq nəfəs almağa başlayırsan və adenoidlərin şişir burnun içindəki. Polipin varsa, onlarda da bir dəyişiklik ola bilir. Burun çəpəri varsa, allergik rinitin varsa, çəpər əyriliyi varsa, bu özünü daha çox... Sadəcə bəzən ağ su. Yəni, şəffaf mayenin axıntısı da belə olur. Burun tutulduqca da o ola bilər və bəzən heç nə də gəlmir, amma sən yatanda xorultu da verə bilir. Bunun səbəbi bayaq saydığım şeylərdir. Hava dəyişkənliyi, temperatur dəyişkənliyi və adenoidlərin şişməsi, bir də müxtəlif digər başqa səbəblər var. Ona danışsaq, video gərək səhərəcən otursun zaman kamera, telefon əlində. Bu halda nə edə bilərik? Burada plus görürsünüz, onun üzərinə basın ki, belə videoları çox görəsiniz. Videonu bəyənin, fikirlərinizi də yazın və problem olan adamlara göndərin. Körpə uşaqlar, yəni yeni doğulmuş, 1 saat qabaq doğulmuş da ola bilər. Uşaqlar və hamilə xanımlar hətta ürək problemi olan adamlar da istifadə edə bilər. Heç bir əks göstəriş və narazılıq olmayacaq. Bir şey göstərmək istəyirəm. Bu Cold Mix damladır. Birinci növbədə qiyməti sərfəlidir. Çünki bir qutusu 2 ay gedir, 15 manat olmağına baxmayaraq. Sən 2 ay ərzində digər spreylərə 10-15 manatdan gör nə qədər pul verirdin. Bir həftədə 2 dənə, bir dənə. Həm boğaz üçün nəzərə alsan. Yəni ona görə. Və burada üstünlük nədir? Bunu içəri daxil eləmirsən. Bu inqalyatordur. Bundan nəfəs alırsan. Yəni burnun içinə tökmürsən. O da necə? Hər 3 saatdan bir 2 damcı sol çiynə, 2 damcı sağ çiynə. Və bundan narahat olma, paltarda ləkə saxlamır. Digər tərəfdən bir damcı barmağın ucuna qoyub burun nahiyəsinə yaxa bilərsən. Hər 2 saatdan, 3 saatdan bir. Və yatanda yastığın hər küncünə bir damcı qoyub yatırsan. Xüsusən körpə uşaqları da bunu eləyin, gecə rahat yatsın. Və maşında ya evdə o hava püskürdən varsa, buxar verən ətir qabı varsa, onun içinə tökürsən və salam ondan kifayət eləyir və nəticə olur çox əla. Apteklərdə var, alıb istifadə edə bilərsiniz və sərfəli qiymət sizə çox rahat olacaq yəni. Neçə manat bir ayda qabağa düşmüş olursunuz. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın. Sağ olun, hələlik.